Herkese salam. YouTube kanalıma və növbəti vloquma xoş gəlmisiniz qızlar. Bugün sizə tanış olmayan bir yerdən vloq açıram. Bacımgildəyəm. Onun evindəyəm. Bir neçə gündür gəlmişəm, buradayam. Bacım yoxdur. Montenegroya istirahətə yola düşüb. Bir həftəlik. Mən də gəldim onların evinə, mamamın yanına. Bir neçə gündür buradayam qızlar. Uzun müddət idi də vlog paylaşmırdım. Əslində vlog paylaşmadığım vaxtı, yəni keçən həftə Qarabağa istirahətə yola düşmüşdük. Açığı deyim, mənim getmək fikrim yox idi. Axır məqamda durdum, mən də getdim, belə deyim. Bir həftə Qarabağda olduq. Bir həftə tam yox, hardasa bir həftəyə yaxın. Qarabağda olduq, o bölgələri gəzdik, elədik və qayıtdıq, gəldik. Elə gəldiyimizin səhərsi günündən artıq mən gəldim bura bacımgilə, mamam tək qalmasın deyə. Uşaqlar da buradaydı, dünən ataları gəldi, apardı, biraz dedi evə getsinlər. Mən də deyirəm də, uzun müddət idi vlog paylaşa bilmirdim. Yəni istirahətdən tam zövq almaq üçün qızlar, belə deyim, telefonu kənara qoymuşdum. Düzdür, belə xırda-xırda videolar çəkmişəm, indi yerləşdirəcəm. Yəni ümumi getdiyimiz, gəzdiyimiz, gördüyümüz yerlərdən. Amma yəni vlog halında belə çəkiliş etməmişdim, etmək fikrim yox idi. Yəni həqiqətən də bölgəmiz çox gözəldir, Qarabağ bölgəsi çox gözəldir. Yəni getdim oranı, belə deyim, dadını çıxartmış oldum da. İndi buradayam, hələ ki evdə təkəm, uşaqlar yoxdur, anam aşağı düşüb. Mən də dedim, sizin üçün bir vlog başlayayım. Qızlar, bu videolar TikTok formatında çəkilib. Statusa TikToka qoymaq üçün hər getdiyimiz yerdə xırda-xırda çəkilişlər aparmışdım. Dediyim kimi, yəni vlog çəkmək niyyətim yox idi. Ona görə bu formatdadır. Sonra dedim ki, elə YouTube'a da yerləşdirim, xatirə olaraq qalsın. Deməli qızlar, biz Xankəndidə qalırdıq. Orada yoldaşımın dostunun dəvəti ilə getmişdik. Orada qalırdıq və digər rayonlara gəzməyə gedirdik. Xankəndini açığı deyim, elə çox gəzə bilmədik. Biz daha çox təbiət qoynunda gəzintini daha çox sevirik. Yəni Xankəndi də şəhər tiplidir də, özünüz bilirsiniz. Hər gecə parka çıxırdıq, belə meydana gəlirdik, gəzirdik. Çox qəşəng havası var idi. Deməli, gəzintimizin səhərsi günü getdik Laçına. Laçın çox gözəldir qızlar. Mən Laçını çox bəyəndim, hədsiz bəyəndim. Elə gözəl evlər tikiblər, elə bil ki, sanki İsveçrə vibe verir də, belə deyim. Sonra bir dənə Gilabi deyilən bir yaradıcılıq mərkəzi var idi. Ora gəldik. Orada belə qədim əşyalar falan satılırdı. Çox qəşəng belə zövqlə işlənmiş əl işlərindən ibarət olan, yəni qablar, stəkanlar, nə bilim servislər var idi hətta. Sonra belə maqnitlər var idi, suvenirlər var idi. Çanta falan belə şeylər var idi. Buradan biraz alış-veriş etdik. Çanta aldım Mehrinə. Onu da növbəti vloqlarda göstərərəm. Laçında getdik, elə bil oraları gəzdik, sonra getdik Həkəri çayı var, onun ətrafında çay içdik, orada oturduq, qəşəng səhərin suyu var idi. Bir günümüzü Laçına həsr elədik, növbəti gün Şuşaya getdik qızlar. Xankəndi ilə Laçın arasında hardasa 2 saat məsafə var, amma Şuşa ilə Xankəndi arasında yarım saat məsafə var idi. Əslində mən bir dəfə olmuşam Şuşada, elə yəni Cıdır düzü, Vaqifin məqbərəsi, bura getdik. Sadəcə olaraq birinci günə təsadüf etdiyi üçün Bülbülün ev muzeyinə gedə bilmədik. Getdik, qapıdan qayıtdıq. Sonra məscidə getdik, meydanda gəzdik. Xan qızı Natavanın evinin önünə getdik. Biz ilk dəfə bura gələndə 23-cü il idi və onda tikinti işləri çox gedirdi. Şəhər tamamilə toz içində idi də demək olar. Amma indi çox sakitçilik idi qızlar. Mənə həqiqətən də ləzzət elədi bu gəzinti. Burada Xan qızı Natavanın evidir. Bura isə onun tikdirdiyi bulaqdır. Elə evinin önündədir qızlar. Evinin arxası da Şuşa qalasıdır. O məşhur Şuşa yazılan yer var. Baxın, oradır. Yəni indi hal-hazırda qalaya tərəf düşürdük. Evin böyründən gedirdik də, sarayın böyründən gedirdik. Gəldik, çıxdıq Şuşa qalasına. İlk gəzintiyə gələndə biz bura gəlməmişdik qızlar.
Buranı görməmişdim. İlk dəfə idi görürdüm. Belə qabağında qəşəng belə xarı bülbüllər qoyublar düzəltmə. Orada bir dənə də şor bulaq var idi. Qədim bir yerdi. Düzdür, yəni kim tikib, kim təsis eləyib o barədə yazılmamışdı. Bu da həmin o şor bulaqdır. Qalanın arxasındadır. Artıq Şuşadan çıxdıq. Şuşanı çox az bir müddətə gəzdik. Mən Şuşa türməsinə də getmək istədim, amma təəssüf ki, gedib çıxa bilmədik. Mənim atam orada işləyib, fəaliyyət göstərib polis kimi. Oranı da görmək istədim, amma gedib tapa bilmədik. Navigator səhv göstərdi. Nəysə Şuşadan çıxdıq. Qəşəng də bir yağışa düşdük. Çox soyuq idi və yoldaşım dostu ilə məsləhətləşdi. O bizə məsləhət gördü ki, gedək Ağdərə rayonunun Vəngili kəndinə, Kəlbəcərlə Tərtərin arasında olan bir yerdir. İndi hal-hazırda ora gedirik. Kəlbəcərə də getmək istədik, amma Kəlbəcərdə dedilər ki, yalnız bir küçə hələ ki düzəlibdi. Yəni o boyda yol getməyə dəyməz, çünki Xankəndi ilə Kəlbəcərin arasında 4 saat məsafə var idi. Deməli gəldik Ağdərəyə, qızlar. Burada da Xaçınçay axır. Onun ətrafında çox qəşəng restoranlar, obyektlər var idi. Orada oturduq. Yemək yedik. Dəhşət soyuq idi. Yəni ki, düşünməzdim ki, avqust ayında mən belə üşüyərəm də. Yağış yağmağına baxmayın. Yəni hər yer islanmışdı, qablar, nə bilim, oturacaqları hər bir şey islanmışdı, amma yenə də biz gedəndə yağış kəsdiyi üçün yoldaşım dedi ki, süfrəni elə çöldə salın. Nəysə bir təhər stolları quruladıq, oturduq. Yaxşı da yedik, içdik belə deyim. Amma qızlar onu deyim ki, qiymətlər biraz bahaçılıqdır. Burada sonra meyvələr var idi, biraz meyvə topladıq. Yəni qiymətlər biraz bahaçılıqdır. Bir də yəni yeməklər də çox standartdır da. Yəni bir həftə ancaq eyni şeylər demək olar ki, yedik. Daha sonra buranın adı dəqiq yadımda deyil. Yəni restoranın adı nə idi bilmirəm, amma Gəmili yer deyirlər. Bu obyekt Mənfur düşməndən qalan bir obyektdir, onların tikintisidir. Gəldik, burada da çay içdik. Elə yemək yediyimiz yerin çox yaxınındaydı. Gəldik, burada da samovar çayı içdik, buranı da gəzdik. Burada yaradılan belə çay süni çayıdır, amma gözəl yer idi, qəşəng yer idi, çox bəyəndik. Çay da xüsusi belə soyuqda ləzzət elədi bizə. Nəysə ki, belə deyim, Şuşa, Xankəndi, Laçın, Ağdərədən ibarət Qarabağ gəzintimizi başa vurduq və qızlar getdik bir günlük Şəkiyə. Birinci İsmailiyə getmək istədik, sonra fikrimizdən döndük, Şəkiyə getdik. Yaxşı ki, Şəkiyə getmişik. İndi kadrlardan da görəcəksiniz, çox nostalji bir evə getmişdik qızlar. Yəni ev sahibi evini kirayələyirdi. Bir günlük onun evində qaldıq. Yəni söz deməyə ehtiyac yoxdur. Yəqin ki, hər birimiz belə evlər görmüşük. Yəni demək olar ki, keçmişdə həmən hamımızın evi bu tərzdə olubdu. Nə bilim, köhnə qablar, sandıqlar, sonra odun peçi, hətta burada nənənin gəlinlik güzgüsü də var idi. Nə bilim, servant məsəl üçün, servantın başında süni güllər, yəni bu şəkildə dekor olunmuş bir ev idi. Mənə o qədər ləzzət elədi. Heyf ki, bircə gün qaldıq. Yəni uzun müddətdə qalmaq istəyirdim. Nənə günü 10 manatdan verdi, adam başı 10 manatdan vermişdi. Bu da nənənin sandığıdır. Yəni ki, Şəkidə də şəhərdə falan qalmaq istəmədik. Keçən il mən Şəkini belə deyim də altdan vurub üstündən çıxmışam. Artıq bu Şəkiyə 3-cü səfərim idi. Nənənin səhəngi də var idi qızlar. Səhəngdəki su da o qədər belə buz kimi soyuq su idi. Çox gözəl həyəti var idi. Yəni dediyim kimi belə şəhəri çox elə gəzmədik. Bir gün yəni qaldıq Şəkidə, səhərsi günü çıxdıq, biraz şirniyyat falan alış-verişi elədik və Şəkidən də keçdik İsmayıllıya. İsmayıllıya yəni belə keçdik ki, İsmayılda qalmadıq qızlar, yol üstü düşdük. Burada bir dənə Dərya restoranı var idi. Amma bu gölmü, çaymı, hansı da adı nədir, heç maraqlanmadım, soruşmadım qızlar. Burada çox gözəl yer idi, mənzərəli yer idi, sərin idi, qəşəng. Gün belə işarırdı, amma yenə də qəşəng sərinlik var idi.
Zövqlə də düzəldilmiş bir yer idi. Burada oturduq, balıq yedik. Artıq dedik neçə gündür eyni şeylər yeyirik. Axırı ki, bir gün də balıq yedik və günü istirahəti belə yekunlaşdırıb Bakıya qayıtdıq qızlar. Axşam artıq gəlib evimizə çatmışdıq. Bu mənim istirahətimin birinci mərhələsi idi. İkinci mərhələ hələ qabaqdadır. Belə qızlar, dediyim kimi bu bizim yay istirahətimizin birinci mərhələsi idi. İnşallah gələn həftə yenə də yolumuz var. Bir həftəlik həmkarların xətti ilə. İnşallah Nabranda təhsil istirahət mərkəzi var. Ora gedəcəyik. Yəqin ki, növbəti video artıq oradan gələr. Yəni Nabrana yola düşəcəyik. Düşünürəm ki, orada da yəqin elə ancaq getdiyimiz yerdə qalmarıq, Quba, Qusar, o hissələri gəzərik. Mən ümumiyyətlə düşünürəm ki, gəzintiyə ilk ölkədən başlamaq lazımdır. Yəni uşaqlarımı açığı deyim istəyirəm ki, yəni ölkəmizin səfalı yerlərini görsünlər, bölgə-bölgə gəzsinlər. Demək olar ki, məsələn Lənkəran, Astara bölgəsidir. Oraları gəzmişik. Sonra Qəbələ, Oğuz o hissələrdə gəzmişik. Tovuz oralarda olmuşuq. Yəni yoldaşım gəl onsuz da Tovuzdandılar. Qax, Şəki bu hissələrdə gəzmişik, Qarabağı gəzmişik. Amma uşaqlar Quba tərəfdə olmayıblar. Uğur bir dəfə xalası ilə getmişdi keçən payız. Amma yəni belə mehrin ümumiyyətlə olmayıb. Mən də o hissədə yalnız Qusarda olmuşam. Qalan hissələrində olmamışam qızlar. Qışda da olmuşam, yayda da olmuşam, ancaq yalnız Qusarda olmuşam. İndi inşallah ki, düşünürəm ki, orada gedəndə o hissələri gəzərik. İnşallah Allah qismət eləsin. Xaricidə çıxaq gəzək. Əslində yəni pandemiyadan öncə gedirdik qızlar. Yəni olmuşam müəyyən yerlərdə. Pandemiyadan sonra gedə bilməmişik. Ümumiyyətlə yoldaşım gəl Tovuzdandılar deyə biz ora gedəndə demək olar ki, hər il Gürcüstana keçirdik. Yəni elə vaxt olub ki, Gürcüstanda bir aya yaxın qalmışam. Məsəl üçün Gürcüstanın 7 şəhərini gəzmişəm. Həqiqətən də gəzməli, görməli yerlərdir. Düzdür, biraz köhnəçilikdir. Yəni Sovetdən qalma belə deyim də nümunələr çoxdur. Ümumiyyətlə mən onu deyim ki, qızlar bir şey müşahidə elədim ki, indi belə deyək də postsovet ölkələrindən, yəni Ermənistan idi ki, gəlib yəni ölkəmizin bir hissəsini işğal eləmişdi. Amma inanırsınız, yəni Gürcüstanda da olmuşam, Xankəndidə məsəl üçün olmuşam, çünki ermənilər ən çox orada məskunlaşıb, oradan yəni belə deyim də müşahidələrimi sizinlə bölüşürəm. Çox yəni köhnədə qalıblar da. Yəni Sovet nəyi düzəldibsə elə onda da qalıblar. Heç bir abadlıq işləri aparılmayıb. Yəni düşünürəm ki, o postsovet ölkələrinin içində elə ən müasiri bizim ölkədir ki, məsəl üçün bəli, yəni ki, şəhərimizin özündə belə qədimliklə müasirlik qovuşub da, amma onlarda elə şeylər yoxdur. Yəni tikililər çox standart, qeyri-adi bir şeylər yox. Yəni düşünün ki, neçə ildir yəni işğal eləyiblər, amma heç bir abadlıq işi aparmayıblar da. Yəni adicə inzibati binaları belə o qədər bərbad vəziyyətdə idi. Mən bunu Şuşada da müşahidə elədim, Laçında da müşahidə elədim. Yəni ki, Şuşada o qədər dağılmış, tökülmüş evlər qalıb ki, yəni bizimkilərdən qalma evlərdir də. Baxıram ki, ermənilər orada heç nə yaratmayıblar da. Yaratmayıblar, əslində düz də eləyiblər. Uzaqgörənlik eləyiblər, çünki bilirdilər ki, o torpaqlar onlarda daimi qalmayacaq. Yəqin ki, ona görə də xərc çəkmək istəməyiblər, əziyyət çəkmək istəməyiblər. Amma indi yəni həqiqətən də orada çox gözəl abadlaşma işləri aparılır. İnşallah ki, davamı da gələcək. Yəni deməyim odur ki, Gürcüstanda da olmuşam. Ermənilərdən qalan bir nümunələri də görmüşəm ki, onlar çox köhnəçidirlər. Yəni sanki özlərini əziyyətə verib nəsə qrup yaratmaq fikirləri yoxdur. Yəni düzdür, Gürcüstanın təbiəti falan çox gözəldir. Səyirmə, Barjoma o hissələri gəzmişəm, çox gözəldir. Ən gözəl də deyərdim ki, Səyirmədir. Belə bir şəhər var. Biraz Batumi hardasa biraz belə müasir binalar nəzərdən təchiz olunub, amma qalanlar hamısı köhnə belə bir yerlərdir də. Yəqin ki, aranızda olanlar var. Türkiyədə də olmuşam, Qaradəniz bölgəsində olmuşam, bir də İstanbulda olmuşam. İnşallah ki, Allah qismət eləsin. Yəni xaricidə çıxaq görək. Çünki yoldaşıma keçən səfər deyirəm ki, demək olar ki, yəni Azərbaycanın bir çox bölgələrini gəzmişik də. Yəni təkrar hara gedəsən, nəyə gedəsən məsəl üçün. Artıq belə deyim, dünyaya açılmaq vaxtı gəlir. Allah qismət eləsin. İndi bu il istirahətimizi bu formada təşkil eləmişik. Gələn il başqa formada təşkil eləyərik. Nəysə qızlar, mən də vloqu burada yekunlaşdırım. Bu arada qızlar, burada özümlə Lego gətirmişdim. Evdə keçən səfər göstərmişdim sizə. Lego var idi, onu gətirmişdim. O gün darıxırdım, oturdum, yığdım. Bu Legodan çox xoşum gəldi. İçinin yaxından da göstərim sizə. İçindən belə güldanı da çıxdı, qabı da var. İçindən bir dənə belə çiçək çıxdı, bir dənə belə sarı rəng çiçək çıxdı. Bir də yəqin ki, bunlar da gönçədirlər də, gör. Belə bir şey çıxdı, çox xoşuma gəldi, çox bəyəndim. Keçən səfər birini almışdım, yadınızdadırsa sadəcə olaraq belə budaq üzərində çıxdı, qabı falan yox idi. Bunu bəyəndim, xoşuma gəldi. Üstündə baxıram, kolleksiya formasındadır, başqaları da var. Biraz qabı özünə görə böyükdür.
əl vuran kimi düşürlər. İndi inşallah özümdən evə aparacağam. Bu da heç qızlar. Yəni düşünməyin ki, bunu bura bacım qoyubdu. Bacımın dekorlarından yəqin ki, artıq başa düşdünüz. Mümkünatı yoxdur ki, belə deyim də, bu McDonald's oyuncağı burada olsun. O gündən uşaqları McDonald's aparmışdım. Uğur orada götürmüşdü. İndi evə gedəndə özü ilə aparır. Nəysə qızlar, dediyim kimi vloqu artıq burada yekunlaşdırım. Hələlik inşallah növbəti vloqlarda görüşərik.